iki hallı isimdir. Bunun görürsünüz ki, yuxarıda ləmin üstündə nə var? Fəthə var. Bu o deməkdir ki, bu iki hallı isimdir. Bunun yəli və təsiri halı fəthə ilə qutarar. Li bu xüsusi isimdir. Sonra fə innəhu mənası fə bağlayıcı, innə modal sözdür, həqiqətən o, fə innəhu həqiqətən o, nəzzələhu onu demək nəzzələ endirmişdir mənasındadır. Onu endirmişdir. Nəzzələ burada feildir. Feilin ikinci babındadır. Fəalə modelindədir. Keçmiş zamandadır və üçüncü şəxsdədir. Hu burada bu bitişən əvəzlikdir. Feillərlə işləndikdə məf'ulun bih, yəni vasitəsiz tamamlıq.